Qızlar, gəlmişəm Pira xanımın yanına və birazdan sizlərə göstərəcəm nələr eləyəcəyimi. Çox qəşəngdir. Dodaq bitdi, çənə bitdi, indi qaldı yanaq. Çənəmə baxın. Beğendin? Çox qəşəngdir. Dodağımda şiş var, bilirsiniz də. Bir-iki günə keçəcək. Onda oturacaq dodağım. Bilirəm ki, çox qəşəng alınacaq. Ətrim var, Suzanaya hədiyyə eləyəcəm. Börbörü 5 millidir. Qiyməti 35 manatdır. Yəni orijinal 5 milli. Çox balacadır. Ümumiyyətlə əslində sevirəm belə çantalar atmağa. Amma çox gözəlliyi var. İyunun 1-də uşaqlar bayramıdır. Aparıb onu deyəcəm ki, ala, bayramın mübarək. Onun dili yanmayacak, o bulsun. Mama, Merhaba. Burada bitən məhsullar var. Hansılardan ki razı qalmışam, razı qalmamışam və yaxud da ki hələ də tam tuta bilmirəm. İstəyirəm bu haqda biraz da olsa danışım. İlk öncə bu firmanı göstərmək istəyirəm. Münasib qiymətədir. Hər rəngli paltarlar üçün var. Mən neçə vaxtdır ki, demək olar ki, ancaq bu paraşoklardan istifadə edirəm. Gel formasındadır. Bu açıq rənglilər üçündür. Razı qalmışam, belə deyərdim də, 60% razı qalmışam. Bu rənglilər üçündür və qara rənglər üçün də var. O da artıq bitib, amma onu atmışam. Sonra hijyenikin belə pol silmək üçün belə də normaldır bunu da deyərdim. Daha sonra hijyenikdən ağ paltarlar üçün belə bir geldi. Bu da deyərdim orta 50% razı qalmışam. Buradan, bu firmanın ağ paltarları üçündür. Bu dediyim kimi belə də. Amma bu firmanın kondisionerini çox bəyənirəm. Qəşəng paltarları yumşaldır, iyi də çox qəşəngdir. Sonra bu Gras firmasının yağ çözücüsüdür. Belə də, yəni təmizlik vasitələrindən sonuncu bu qaldı. Çistindən turba təmizləyən, çox qəşəng turbaları təmizləyir və açır. Sonra burada kosmetik məhsullardır. Qızlar, nədən başlayım? Garnier'in bu micellar suyudur. Çox da ürəyimcə də deyil də. Amma qızlar, bunu çox bəyənirəm. Çox qəşəng yağlıdır. Qəşəng dərindən təmizləyir deyərdim. Və mənim dərim həssas olduğu üçün qızaraqlıq vermir. Və yaxud da ki, belə qaşındırma falan vermir. Xoşum gəlir. Bunu artıq ikinci boynudur ki, alıram. Olle'nin stifenden qoruyan bu növünü çox bəyənirəm. Çox qəşəngdir. Birisi necə saça vuranda saçda elə bir ki sürüşkənlik yaradır. O da ki saçı yanmadan qoruyur. Bu firmadan da çox xoşum gəlir. Ümumiyyətlə bu firmanın gelləri çox qəşəngdir, qoxuları yəni dəhşət qəşəng qoxuları var bu firmanın. Bu şampunu artıq 4-cü dəfədir ki alıram. Qızlar, saçım qurulduğu üçün bu şampun superdir. Çox bəyənirəm bu şampunu. Sonra Maruder'dən bədən skrabı. Yəni bu skrabdan sonra bədənimizə krem çəkməyə ehtiyac yoxdur. Çünki dərini yumşaq eləyir. Dəhşət bir şeydir. Fabrilikin çox qəşəngdir. Bundan da razı qalmışdım. Amma günlük, yəni üzünüzdə makyaj yoxdursa, evdəsinizsə belə günlük istifadədə bu çox uyğundur. Və hətta həmin eyni firmanın gözaltı kremi də çox razı qalmışdım bundan da. Çox qəşəngdilər. Bu isə SPF-dir. Bu yarıya çatdırmışam. Çünki artıq vaxtı bitib, yenisini aldım. Sadəcə olaraq tam deyə bilmirəm ki, krem forması mı daha günəşdən mi qoruyur, yoxsa bu belə sprey forması mı? Amma çox təriflənir bu məhsul. Bu isə Mizon'un aloe gelidir. Bundan da razı qalmışam. Biraz yapışqan hissi yaratsa da, amma zaqardan sonra bunu istifadə üçün daha çox deyərdim uyğundur. Çünki dərini qəşəng nəmləndirir də, belə deyim. Maskadır, bundan qəti razı qalmamışam. Yəni, kim ki saçı zədəli deyilsə, o saçlar üçün yaxşıdır. Amma mənim saçım zədəli saç olduğu üçün, yəni, çox zəifdir. Bu isə Flamingo, deyəsə, 28 moldan almışam. Çox qəşəng
geldi. Qoxusu da gözəldir. Bu isə mənim ən sevdiyim Ordinary-dən Niacinamiddir. Bunu artıq neçənci dəfədir ki alıram. Məsamələri qəşəng yığır. Bunlar Mehdinindir. Özündən soruşarıq. Bu da Zakures'dən həm üz üçün, həm bədən üçün artıq bunu ikinci boynudur ki alıram. Çox qəşəng, dərini qəşəng təmizləyir. Və bu da SPF Arzumdan almışam. Yarıya qədər çatdırdım. Keçənləri bir tane yaxın almışdım. Vaxtı bitdiyi üçün mən bu illəri dediyim kimi buna qayıtdım. Krem formasında almadım. Qaş gelini mən bir dənə market var, oradan almışam. Yəni harda görsəm belə alaram da yenə də. Çünki çox qəşəng qaşları sabitləyir. Hətta deyərdim ki 2 gün qaşa əl vurmasını saxlayacaq. Və Misha'nın bu BB kremini də çox bəyənirəm. Bu da Mərvanın da yatıb soruşardım. Mərva, bundan razı qalmısanmı? Bu Firmstay'in maskasıdır. Bu da belə də, yəni normal maskadır, nəmləndirir. Bu isə Arzumdan almışam. Clearal firmasıdır. Bu zədəli saçlar qırılmadan qoruyur. Xoşum gəlir bundan. Və burada bunu göstərim. Mənim ən sevimli siropum. Kofelerimdə istifadə edirəm. Bu da qızlar marketlərdə hər dəfə görürəm. Fərqli növünü alıram. Mars, Bounty, Snickers. Bunun Bounty'ni çox bəyəndim. Qəşəngdir. Ziyaja firması bu yayda bunun qiymətini dəhşətli dərəcədə qaldırırlar. Yəni 160 manat eləyiblər, deyəsən 180 yoxsa. Tam dəqiq bilmirəm, amma keçənləri çox baha idi. Amma mən bunu qışda almışdım. Deyəsən 40-50 manat arasıydı. Dərini siz necə qaraldır. Amma biraz qəribə qaraltı verir də dəriyə. 5 gün dəridə qalır. Kisə təbii ki kisə falan vurmasa, sadəcə arada bir yuyunursuz. Yəni yuyunduqca rəngi solmur. Amma 5 gündən sonra artıq yeniləmək lazımdır. Bunu da Arzumdan almışdım. Eynən belə bir şeydir. İyləri çox pisdir. Nə qədər bədən spreyi, krem vursaz xeyri yoxdur. Yenə də qəribə bir iy gəlir dəridən. Belə qızlar. Bunları atım ki ev rahatlasın, mən də rahatlayım. Zara'dan paketləri bayaqları Instagram üçün çəkmişdim, qoydum bura. Neçə vaxtdır bu koftanı görürəm. 70 manatdır, S ölçüdür. Çox qəşəngdir də bu hissəsi. Son Zara'dan indi boynumda da göstərərəm. Çox qəşəng bir sep almışam. Stradivarius'dan da 40 ölçü. Yəni 40 deyil təbii ki, mən 40 geymirəm. Teydə belədir, dar. Street şalvar. Mərva üçün Sensei'dən, bir də Memar Acəmidən paltalar almışam. Bəziləri nənəsigirdədir, bəziləri də burada. Digərləri də var, onları da birazdan göstərərəm. Çox qəşəng platyadır, baxın. Necə gözəldir, bu hissəsi də belədir. Bir də bunu almışam. Günlük həyətdə geyinmək üçün şortik. Bu Memar Acəmidən aldım. Üstü çəhrayı rəngi var idi, amma mən belə açıq mavi götürdüm. Bu da 25 manat idi deyəsən. Sən belə bir kurtka almışdın Mərvaya cins. Onu da Metroparkdan almışam. Altı da var, ağ rəngdə belə koftadır, üstündə yazısı. İndi onu da göstərməyim. Bilmirəm bunu neçə almışam, xatırlamıram. Deyəsən 40 manat idi. Sonra bu üzüyü almışam Mərvaya, mənim də əlimə olur. Bir də bunu. Mərvankilar bunlardır. Konseptimi də sizlərə göstərim. Hamınıza Mərva kimi rahatlıq arzuluyorum. Biz getdik Walmart'a. Bu ABC-nin Arab sabunu. Mən bunu pollar üçün almışam. Sonra Sanfor qurba açam. Renax bunu ilk dəfədə görürəm. Qiymət deyəsən 13-14 manat olmalıdır. Türkiyənindir, rənglilər üçün, ağ və açıq rənglilər üçün və qara rənglilər üçün. Bingo'dan yumşaldıcı almışam, qəşəng qoxusu var bunun. Sonra Большая Стирка, dün ağ olanını aldım. Bunu ilk dəfədir ki aldım. Domestos sirkə, duş təmizləmək üçün onu almışam. Unitaz üçün, daha sonra ağardıcı, renk boyası və Bafori'nin kapsül formasında.
20 ədəddir. Çox bəyənmişəm də. Sonra bunu yerbəyer eləmişəm. Belə bir süngər aldım. 3 manat idi qiyməti deyəsən. Onun otağı üçün bu iyi normaldır. Yaxşısını tapa bilmədim. Sonra gələn kimi istifadə elədim. Əl üçün sabun. Sonra belə bir pasta. Və bunları da Nərvaya almışam. Toplam Walmartdan alınıb bunlar 140 manat. Bunların forsuna, bunların gözəlliyinə. Bu qardaşımın oğludur. Sən də get dayan, şəkil bizi çəkim sizi. Xanım deyir ki, mənim keçmək istəmirəm, bir yerdə yaxınlaşıb. Bəs o uşağı da dəvət eləmiş yaxı, necə olar? Onda belə eləyə, oynamamış hədiyyə bilsin verməyə. Siz ikiniz yarışın, qalib olanlar digəri də oynasın. Amma hədiyyə verilməyəcək, razısınız? Sadəcə olaraq oyna. Uşaqları düşürtdüm, evin yanında belə bir kafe açılıb təzəliyəcəm. Bir də gördüm mənə qəşəng belə, yəni hədiyyə kimi qapıçına verdilər. Mən də gözlərdim ki, Mehdi gəlsin, bir yerdə içərik, amma ondan öncə içəsi olacağım. Buranın atmosferi çox qəşəngdir də. Yeni məhsullar almışam, Olivia və Rossmanndan. Deməli, belə bir bədən üçün duş geli aldım. Qoxusunu orada eləmişdim, deyəsən bəyəndim. Həm də mənim belə qablaşması çox xoşuma gəldi. Sonra bu misellar suyu artıq biraz istifadə eləmişəm. Çünki neçə vaxtdır bunları yığıb qoymuşdum ki, çəkiliş eləyəcəm. Amma bunu belə götürüb istifadə elədim. Bunu ikinci dəfədir ki alıram. Çox qəşəng təmizləyir makiyajı. Həmin firmanın gözaltı kremi. Bunun səhər kremi var, məndə çox xoşuma gəlir. Bunu da düşündüm ki, bir alımsınıyım. Boyadan sonra Morphosun boyanı çıxaracaq belə bir məhsuludur. Bundan istifadə eləmişəm, çox qəşəng təmizləyir bu da. Qiyməti deyəsən 9 manat idi. Sonra bu Clara firmasının toneridir, Morning. Bunu səhərlər istifadə eləmək lazım imiş. Niasinamid tərkiblidir, dərindən təmizləyir poraları. Çox qəşəngdir, xoşum gəlir, həssaslıq yaratmır dəridə. Burada Olivia'dan olmuşam, dil təmizləyən belə bir vasitədir. Həmişə almaq istəyirdim, mən şotkanın özündən təmizləyirdim. Bir kisə almışam, bunu almışam, çox qəşəng bir rəngi var. Cevajın bu tuşunu çox bəyənirəm, amma mən bu növünü almamışdım, biraz daha tündü var məndə. O daha çox xoşuma gəlir. İndi bu səfər dedim ki, bu rəngini də yoxlayayım. Bu deyəsən daha çox qalınlaşdırır. Bunu 3-cü, 4-cü dəfədə alıram, yəni bu rəngini. Bir dəfə deyəsən demişdim, 5 manat almışdım bunu marketdən. Bu belə bir geldir, qaş gelidir. Bundan artıq tapa bilmirəm heç yerdə. Dəhşət super bir geldir. Qaşları qəşəng sabitləyir.